Biz hazırda Şabran rayonunda qayıq hazırlanan emalatxanadayıq. Bu emalatxana şimal regionunda yeganə emalatxanadır. Hazırda fəaliyyət göstərir. Əvvəllər ustaya daha çox balıqçılıq sahəsində istifadə olmaq üçün qayıqlar sifariş verirdi. İndi isə sifarişlərin sayı kəskin azalıb, amma turizm sahəsində istifadə olunmaq üçün qayıq sifariş verənlər var. Hazırda emalatxanada uzunluğu 4 metrdən 10 metrə qədər olan müxtəlif tip qayıqlar hazırlanır. Usta deyir ki, emalatxana geniş olsa daha böyük, yaxta tipli qayıqlar da yığa bilər. İndi üzərində çalışdığı qayıq 5,5 metr uzunluğa, 2 metr enə malikdir. Bu qayıq göldə qarmaqla balıq tutmaq və ya gəzinti üçün nəzərdə tutulub. Qayıqların qiyməti ölçü və materialından asılı olaraq 1000 manatdan başlayıb 10.000 manatadək dəyişir. Gözümü açandan bu sənətin içində olmuşuq, həyətimizdə işlənib, yəni ki, rəhmətli daim işləyib, əmmim işləyib, yəni ki, bir ailə sənəti kimi olub. Atamdan qalıb, haradasa 43 yaşım var, 25 ildir, 12 yaşımdan, 15 yaşımdan bu işin içindəyəm. İndi daha atam yaşdaşlığına görə daha işləmir, mən özüm işləyirəm. Və əsas elə turizm üçün işləyirik. Turizm üçün, məsəl üçün, balıq saxlayan göllər var, şirkətlər var, belən ki, biz istirahət mərkəzləri var, gəzinti, dənizdə də məsəl üçün, yayda gəzinti üçün icazəli olan adamlar var, icazəsini alır, elə düzəldirik.